Səthi xanımın bir gözəl orada sözü vuruladı. Onlar mütləq o fikrini bircə dəqiqə tamamlasın. İmkan vermirsiniz. onların işi Narahat olmayın. həmin məhsulu müdafiə etməkdir. Bizim işimiz də öz tərəfimizi müdafiə etməkdir. Sizin tərəfiniz Siz nədir? özünüzü qida ekspert sayırsınızmı? Saymasam burada nə edirəm? Nəyə çağırıblar? Sizə sual bu sizə. Problem olmasa bizim problemimiz orada. Nədir problem? Problem odur ki, mənim fikrimcə o mövzunu qoyub mövzuya gedim. Qida eksperti dediyimiz insan, bax Məhsəti xanım. Məhsəti xanım getdi bunu oxudu, daimi üzərində işləyir və elmi bizə və cəmiyyətə, ictimaiyyətə elmini ötürə bilir ki, bu xeyirdir, bu ziyandır, bu birisi belədir. O cümlədən Şəlalə xanım, dünya ölkələrində necədir qida ekspertləri? Orada mübarizə müəllim kimləri yoxdur. Sizin kimlər? O biz də yoxuq orada. Mən başa Orada düşmürəm. mən icazə versəm mən deyim. Dünya ölkələrində, Avropa ölkələrində, Çində, Cənubi Koreada, Türkiyədə və digər ölkələrdə mübariz müəllim kimi ekspertlər yoxdur. Bunlar əldə qayırmadırlar. Necə? O toyuqların nərdivan altı elə ona görə də, ona görə olur. Bizim xalqda problem. Mən üzr istəyirəm. Mən üzr istəyirəm. Sən üzr istəməyə ehtiyac yoxdur. Ekspertlər bura çıxmamalıdır. Aha. Bizə çıxmalıdır. Elmi biliyi olanlar, alimlər və onlar da tövsiyə xarakterli danışmalıdırlar ki, toyuq ətini qızartmayın yeyəndə və yaxud digər çeşidlərində müəyyən bişirmə qaydasını verin. Onlar tövsiyə xarakterli cəmiyyətə, ictimaiyyətə fikir ötürməlidirlər. Daha bunu kimi bilmədiyi şey, toyuğun ayağı hardadır? Toyuğun ayağı hardadır deyə, üzr istəyirəm. Toyuğun ayağı hardadır? Mən sizə deyim, toyuğun ayağı kəsimdən sonra, həm də o cümlədən başı, hamısı heç bizim əlimizdə qalmır ki, onu biz həmən Çin ölkəsinə satırıq. Gəlin, bəli, buyurun. Mən sizə bir şey deyim. Mən məsələn, toyuğun ətinin tərkibini desəm, bilməyəcək bu adam. Nə fermenti var, bilməyəcək. Bunun işi bu günə kimi 50 yerdə poveri eləməkdir. Daha doğrusu aşbazlıqmı? Aşbazlığı niyə küçümsürsən? Mən niyə küçümsəmirəm? Mən ehtiyacım üzrə aşbaz da olaram, sıvaqçı da olaram. Bunun nə əlaqəsi var? Niyə? Çünki onu yandırır axı bu söhbət. Bu gün üçün... Verilişdən qabaq, o biri verilişdən qabaq. Hətta mənim telefonumda səs kaydı vardı. Ki, mən sən xahiş elədim ki, broller haqqında danışma. Bu adamdır ki, Emin. Çünki sən kimi adamlar bilirəm ona görə kayd etdim. Elçin müəllim, mən bura çıxmışam, mən broller də göndərəcəm. Yəni, bu sözümü deyim. Sən mənim şəxsimə hakaret edirsən. Bir-birimizi dinləyək. Broller balıq qıraqdır. Ölkənin ən böyük problemi... Səbir olun, mən kontrol edəcəm. Ölkənin ən böyük mən buranın qonağıyamsa, ölkənin ən böyük problemi bilirsənmi nədir? Zaman-zaman... Sizin kimi insanlar qida istehsalı etməsidir. Budur problem. Zaman-zaman bu ölkədə, üzr istəyirəm, ərdən boşanan, arvad boşayan, hamısı gəlirdi, bir jurnalist olurdu və yaxud jurnalistin şantaja keçmə. Keçmə, danışdığın ki, broller belə deyərsən, bu belə olsun. Mən belə onu paylaşacam, o bilinəcək onun yüzü. Keçən dəfə diplomunu dedin, göndərəcəm, hələ göndərmirsən. Amma səs yəni sözü verirsən, eləməyən adam boxşuyursan. Eləməyən adam. Yəni demək istəyirəm, imkan ver. Ya imkan verin. Səbir olun, danışsın, sonra sizə söz verirəm. Bircə dəqiqə səbir olun. Bu gün üçün həmin indi onlar... Bircə dəqiqə, yox, mən ona söz verdim, siz danışırsınız. O jurnalist məsələsini Medianın İnkişafı Agentliyi həll elədi. Tənzimlədi. Bu məsələ bitdi. Bir ara bunlar ya müğənni olurdular, ya müğənninin prodüseri olurdular. Bu məsələdə artıq ya müğənniyə səs lazımdır, axı çıxsın ortaya. Həmişə yox, amma olmurdu. Bəli. İndi də bu sahənin adamları tökülüşüb qida eksperti olurlar. Qida eksperti olmaq üçün ən azından İqtisadiyyat Universitetinin əmtərşünaslığını, Texnologiya Universitetinin qida mühəndisliyini, Aqrar Universitetinin hansısa fakültəsini qutarıb və öz üzərində işləmək lazımdır. Alim olmaq lazımdır o sahədə ki, ictimaiyyətə deyəndə nəyi deyə biləsən. Ən azından bunları deməlisən ki, budur. Yəni, yoxsa çıxıb burada broiler toyuğunun ətinin sağlamlığını, keyfiyyətini mən demirəm ki, müzakirə eləyək. Ancaq qida mühəndisi, alim çıxıb tövsiyə xarakterli danışmalıdır ki, toyuq ətini belə pişirəndə... Yox, tövsiyə oldu da, mübariz mənim deyək ki, qidasını dəyişək. Toyuq ətini pişirəndə necə pişirək, bilyonundan mı daha çox istifadə eləyək, qızartma mı yeyək? Yəni, bunları bizə tövsiyə eləməlidirlər. Yoxsa çıxıb hər kəs
Qida Təhlükəsizliyi Agentliyinin işini görür. Bax, burada mən Qida Təhlükəsizliyi Agentliyinə səslənirəm. Hüquq mühafizə orqanlarına... Onlar eşitmirlər, narahat olmayın. Eşidirlərsə, onlara da hüquq mühafizə orqanlarına səslənirəm ki, bax, saxta qidanı Qida Təhlükəsizliyi Agentliyi aşkar eləyir. Saxtakar adamları kim eləyəcək? Bunların da qarşısını almaq lazımdır. Bu ölkədə istehsal, sahibkar bunun üçün professor olmaq lazımdır. Elə bir dənə vətəndaşı dinləyir. İşlətmə lazımdır. Vətəndaşı. Yəni, ya imkan bax, görürsünüz, ali təhsili yoxdur deni bu adamın. Dinləmə qabiliyyəti sıfırın altındadır. Gərək ali təhsil ola ki, dinləmə qabiliyyəti ola insan. Yəni, bunu istəyə bilmirsən ki. Mən başa deyim, əvvəla indi mən qeyd etmək istəyirəm ki, mən sizə diplomumu göstərəcəm. Belə göstərdim, amma atacam. Mən o mənim işim deyil, mən diplom yoxlayan deyiləm. Bir dəqiqə, Mübariz mənim, xahiş edirəm. Mən əvvəla bunu heç vətəndaş, mən vətəndaş olaraq da deyirəm ki... ixtiyarım yoxdur, kiminsə təhsilini yoxlayam. Mənim o işimdə deyil. Bunu toyub qıraqda danışır. Təhsildən danışır. Qida elə bir şeydir ki... Təhsil çox vacib şərtdir. Təhsil vacibdir, mən şübhə eləmirəm. Sən ali təhsil alsaydın, biz bir araya ayrılaq, bir ara reklam arasından sonra dinləmə qabiliyyətin olardı. Ala bilmirsən, bu tərbiyə sizdə yoxdur. Bircə dəqiqə, biz bir reklam arasından danışırsansa, danışır budur. Danışmaq fikir ver. Səbirli olaq. Tərbiyəsiz sən öldürsən. Xahiş edirəm, xahiş edirəm. Həm də böyük. Bir dəqiqə, Mübariz müəllim, xahiş edirəm. Mürvət müəllim, bir dəqiqə, xahiş edirəm, Mürvət müəllim. Mürvət müəllim, səbir olaq. Bir dəqiqə, Mübariz müəllim. Aşağı salırıq. Zamanında. Bir dəqiqə, Mürvət müəllim. Gözlə say eləyərəm. Görmə, sən gönüllü Mübariz müəllim, bir dəqiqə. Paylaşmasan kişi deyil. Bir dəqiqə.